Salam gözəl insanlar, bugün də kiçiyindən böyüyünə bizdə psixoloji travma yaradan serial Aşkı Memnu serialını yorumlayırıq. Qarşınızda gördüyünüz bu qoca kaftar Adnandır, Adnan Bey. Qəbirstanlıqda olmasının səbəbi də arvadı ölüb, onun qəbrinə gül qoymağa gəlir. Sevgiyə bax, düzdür, çox sevir dəhşət arvadını. Amma qəbirstanlıqda qarşısına Bihter adlı cavan koti çıxan kimi arvadının qəbrinin başını buraxıb, sırazı Bihterə qarşı simpatiyası yaranır və onu sevməyə başlayır. Düşünün ki, Bihter'in de 20-25 yaşı olar, Adnan'ın da arası 75-89 yaşı olar. Deyəsən Adnan pedofildir. Belə pedofil əmiyə yaraşan da Behlül kimi testosteron hormonu həddindən artıq çox olan qardaş oğlu olar. Bəli. Behlül də bu Adnan'ın uşaqlar belə deyək də qardaş oğludur. Bu da bunlarda qalır. Siz düşünün ki, qardaş oğlu əmisinin arvadına tamas salır. Var yoxuna nələr? Fahişəxana. Özüm ölüm. Nəysə, görəyim burada nələr deyirlər. Kadınları sever. Bir de küçük ayakları, uzun boyunları. Həqiqətən elə. Yəni gözəl qadını sevməyi başa düşdük. Küçük ayaqlı qadını neyniyəsən bilmirəm. Ayağın nə fərqi var ki, böyük və yaxud da balaca. Pedofil olduğum bilinir. Küçüklərdən xoşun gəlir ancaq. Annem mecbur etti beni. Behlül'ün yetim kişilik hormonu birdən-birə beyin söndü. Adnan səni məcbur eləyəcək deyəndə ki, ay qız Adnan sənin ərindir. Yalandan basma da, ərin səni təcavüz eləyəsi deyir ki, bildiyin birlikdə yatağa girirsə, hər gün olsa. Çox rüsvay bir serialdır həqiqətən. Bilemedim. Behlül'ün başı sönüb, indi gelin halı qayrı bax. Adnan'ın qızı. Ay, bu nə serial baba.